Əhl-i-Sünnə və cəmaatın qaydalarından biri də, demək olar ki, ən mühüm qaydalarından biri və ən təhlükəli qaydalarından biri də, diqqət edin, yəni bidət və bidət əhlindən həzər etmək, bidət və bidət əhlindən çəkinməkdir. Və bu əsldə çox təhlükəli bir əsildir. Artıq bu əsildə, bu əsasda bir neçə insanların ayağı sürüşüb. İnsanlar bu məsələdə 3 yerə bölünürlər. Həddin aşanlar, hansı ki, kimi gəldi, bidətli görürlər. Kimdən gəldi, çəkindirirlər. Əhl-i-Sünnədən biri xata etdikdə onun nəinki xatasından özünün də çəkindirirlər və bidət olmayan şeylərə görə sələfin imamları bidətçi görmədiyi məsələlərə görə insanları bidətçi görürlər. Hətta alimlərin kitablarını yandırmağı neynirlər? Əmr edirlər. Və ikinci qism insanlar olardı ki, səhlənkarlıq eləyənlərdir. Səhlənkarlıq eləyənlərdir, dinlərini qorumayanlardır, dinlərinin dəyəri özlərinin yanında heç malları qədər dinlərinə dəyər verməyənlərdir. Kimi ilə gəldi oturub duranlar, kimdən gəldi elm alanlar, hər yeni danışanla sözünə qulaq asıb, onlardan öz dinlərini götürənlərdir ki, bunlar bu məsələdə səhlənkarlıq ediblər. Üçüncü insanlar isə orta yolda olanlardır, hansı ki, Allah və Rasulunun bidət dediyi və bidətçi dediyi şəxslərdən çəkinirlər və qardaşları bidətə düşdükdə onların bidətindən çəkindirməkdə də birinci, onlar səhlənkarlıq etmirlər, onların bidətindən çəkindirirlər, amma əsli əhl-i-sünnə olanla əsli bidətçi arasında fərq qoyurlar. Yəni, umumən insanlar bu məsələlərdə bidət və bidət əhlindən çəkinməkdə 3 qismə bölünüblər. Birinci, həddə aşanlar, kimə gəldi bidətçi deyənlər. İkinci, səhlənkarlıq edənlər, mumeyyilər, hər kəslə oturub duranlar, hər kəslə dostluq edənlər, hər insandan öz dinlərini götürənlər, deyənlər ki, hamımız qardaşıq, biz qardaşıq, parçalanmayaq, bölünməyək. Üçüncüsü isə orta yolda olanlar. Birinci, bidət məsələsidir. Yəni, bidət və əhlindən çəkinməkdə, yəni bidətin mənası nədir? Bidət, yəni insan gərək bidətin mənasını başa düşə ki, bilə ki, bidət nədir? Sonra, yəni hər hansı bir məsələyə bu bidətdir və yaxud bidət deyil deyə hökm verir. Çünki bəzi cahil insanlar var, özlərini ilmə nisbət etsələr belə, görürsən ki, sünnədə var olan şeyə deyir ki, filan əməl bidətdir. Yəni təsəvvür edin ki, topuqları birləşdirməyi deyir ki, namazlar bidətdir. Yəni, bu nəyi bildirir? Bu, onu bildirir ki, bu insan heç bidətin nə olduğunu xəbəri yoxdur. Bir xəbərdir bidətin. Bidət lüğətdə əvvəldən olmayan bir şeyi ixtira etməkdir. Bir şeyi ixtira etməkdir, hansı ki, onun mislində əvvəldə heç bir şey olmayıb. Bidət lüğətdə bu deməkdir. Şəriətdə bidətin mənası isə odur ki, necə ki, bəzi alimlər deyiblər ki, şəriətdə bidətin mənası odur ki, dində ixtira olunmuş bir yoldur, dində ixtira edilmiş bir yoldur, dini yola oxşayır, onun üzərində getməkdən əsas məqsəd Allaha daha çox ibadət etməkdir. Gəlin, yəni qardaşlar, bu tərifə nəzər salaq, yəni ən məşhur təriflərdən deyil, İmam Şatibinin verdiyi tərifdir. Birinci deyir ki, dində ixtira olunmuş yoldur. Yəni, dində deyildikdə artıq buradan nə çıxır? Dünyavi məsələlər çıxır. Yəni, dünyada olan yeni gələn, yeni çıxan texnologiyalar və s. miniklər bunlara bidət deyilmir. Məsələn, görürsən ki, bəzi insanlar cahildirlər, deyəndə ki, bidət eləmək olmaz. Peyğəmbər sallallahu əleyhi və səlləm bidətdən çəkindirib, deyir ki, ondan yəni sən niyə görə təyyarəyə minirsən və yaxud niyə görə maşına minirsən, sən də dəvi ilə gəz və yaxud atla gəz. Yəni, həqiqətən insanlar bilmədiyi şeylərin düşməlidir. Yəni, birincisi bidət, dində olan bidət məzəmmət olunur. Əgər kim bir şeyi ixtira eləyərsə və onu dinə nisbət eləyərsə, məzəmmət olunan bidət budur. Dəlil də odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhvarad. Kim
bizim dinimizden olmayan bir şey, kim bizim dinimizde olmayan bir şeyi gətirərsə, nə olar? Ondan qəbul olunmaz, rədd olunar. Deməli, birinci bidət, dində olunan bidət, məzmum olan bidət. O ki, qaldı dünyavi məsələlərdə yeni ixtiralara, yeni kəşflərə, burada bidət deyilmir. Yəni, deyilsə də ola bilsin, lüğəti mənada bidət deyilsin, məzəmmət olunan bidət deyil. Çünki dünyada ixtira olunan şeylər ya halaldır, ya da nədir? Haramdır. Əgər şəriətə müxalif deyilsə, Allah və Rasulunun qadağan etdiyi şeylərdən deyilsə, əsli odur ki, halaldır. Yox, əgər şəriətə qadağandırsa, o zaman nədir? Haramdır. Çünki dediyimiz kimi Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mən əhdəsə fi əmrinə hədə mə leysə minhu fəvarat. Yəni, kim bizim dinimizdə ondan olmayan bir şeyi gətirərsə, rədd olunar, qəbul olunmaz. Və başqa rəvayətdə gəlir ki, mən amilə əmələn leysə aleyhi əmrunə. Bizim dinimizdən olmayan bir şeyi əməl edərsə, nə olunar? Qəbul olunmaz. Yəni, bidət yalnız harda olur? Bidət yalnız dində olur. Və dində ixtira olunmuş şeydir. Yəni, ixtira olunub, onun nə kitabdan, nə də sünnədən heç bir əsli yoxdur. Dəlil yoxdur üzərində. Nə kitabdan dəlil var, nə sünnədən var, nə icmadan, nə də ki, şəriətin qaydaları heç biri ona dəlalət etməyib. Və şərii məsələlərə oxşayır. Yəni, görürsünüz ki, şərii ibadətlərə oxşayır. Zikir kimidir, namazdır, namaza bənzir. Və əsas məqsəd də nədir? Üzərində əsas məqsəd Allaha ibadət etmək. Yəni, bidət əhlinin əsas məqsədi əslində, yəni bidət əhli deyəndə ki, filan kəs bidət edir, onun bidətindən çəkindirməyin və insanın əsas məqsədi olur ki, Allaha ibadət etsin, Allaha yaxınlaşsın. Elə bidətin əsas məqsədi nədir? Bidətin əsas məqsədi Allaha yaxınlaşmaq və Allaha daha çox ibadət etməkdir. Yəni, bidətin tərifi bu idi. Yəni, qısaca olaraq da deyə bilərik ki, uzun tərif olmadan qısa olaraq deyə bilərik ki, şəriətdə dəlli olmadan yeni gətirilmiş şeyə nə deyilir? Bidət deyilir. Şəriətdə dəlli olmadan yeni gətirilmiş bir şeyə bidət deyilir. Artıq bidətdən Allah Əzzə və Cəllə və Peyğəmbər sallallahu aleyhi və səlləm bidətdən bizi çəkindirib. Necə ki, Allah Teala buyurur ki, İnnellezine ferraku dinehum ve kanu şi'an leste minhum fi şey. Dinlərini bölüb parça-parça olanlara sənin heç bir adiyyətin yoxdur. Ənam surəsinin 159-cu ayəsi. Və Allah Azza və Cəllə buyurur ki, وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِعًا وَلَا تَفَرَّقُوا. Hamınızla bircə Allahın ipindən yapışın, parçalanmayın. Və Allah Teala buyurur ki, وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ. Özlərinə açıq aydın dəlillər gəldikdən sonra parçalanıb bölünənlər kimi olmayın. Və ulaikə ləhum azabun alim. Həqiqətən onlara böyük bir əzab var. Sonra Allah Teala buyurur ki, yevmə təbiyyaddu vucuhu və təsfəddu vucuh. O gün üzlər ağaracaq və üzlər qaralacaq. فَأَمَّا اسْفَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ. Amma üzləri qarananlara gəldikdə isə onlara deyəcək ki, siz iman gətirdikdən sonra küfür mü etdiyiniz küfrünüzə görə əzabı dadın. Bu ayənin təfsirində İbn Abbas radiyallahu anhuma buyurur ki, o gün bidət və zəlalət əhlinin üzü qaralacaq, sünnə və haqq əhlinin isə üzü ağaracaq. Və başqa ayda Allah Azze və Cəllə buyurur ki, وَأَنَّ هَذَا صِرَاطِ مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ. Həqiqətən bu mənim düz yolumdur. Ona tabi olun. Başqa yollara tabi olmayın ki, sizi mənim yolumdan azdırmasın. Və bu Allah Azze və Cəllənin Allah sizə bunu tövsiyə edir ki, bəlkə təqvalı olasınız. Peyğəmbər sallallahu aleyhi və səlləmlə varid olan hədislərdə, bidətdən çəkindirmək barəsində varid olan hədislər də çoxdur. O hədislərdən biri Ayşə radiyallahu anhənin rəvayət etdiyi hədisdir. Buxari və Müslimdə dərsin əvvəlində də zikr etdiyi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən əhdəsə fi əmrinə hədə mə leysə minhu fəvarat. Kim bizim dinimizdə ondan olmayan bir şeyi
çıxardarsa, gətirərsə, yəni ixtira edərsə, rədd olunar. Və eləcə də mən amilə amələn leysə aleyhi amruna fəhvarət, kim bizim dinimizdə olmayan bir əməli edərsə, ondan qəbul olar. Tək bu dində, yəni ixtira edənə aid deyil. Tək dində bidət eləyənə aid deyil. Deyə bilərsən ki, mən bu əməli özüm çıxartmamışam, mən bidət etməmişəm. Lakin başqası bu əməli gətirib, mən isə ona əməl edirəm. Yox, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə deyir ki, kim bizim dinimizdə ondan olmayan bir şeyi gətirərsə, rədd olunar. Və başqa rəvayətdə deyir ki, dinimizdə olmayan bir şey edərsə, ondan qəbul olunmaz, rədd olunar. Yəni, burada fərqi yoxdur. İstəyir, həmin o bidəti sən çıxartdın, sən gətirdin və ya o səndən başqası gətirsə belə, nədir? Bidət qəbul olunmur, bidət rədd olunur. Və eləcə də İbn Məsud radiyallahu anhunun hədisi ayənin təfsirində ki, biz keçən dərslərimizdə zikr etdik ki, Peyğəmbər Allah Subhanahu taala buyurur ki, "Ənə həzə sirati müstəqimən fəttəbi'uhu və la təttəbi'us-subul." Həqiqətən bu mənim düz yolumdur. Bu yola tabe olun, başqa yollara tabe olmayın. İbn Məsud radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün bizi üçün bir xətt çəkir, düz xətt çəkir. Sonra o xəttin deyir ki, "Həzə səbilullah." Bu Allahın yoludur. Bu düz xətt Allahın yoludur. Sonra deyir, o xəttin sağından və solundan xəttlər çəkir və deyir ki, bunlar hamısı yollardır və hər yolun başında da şeytan durub ona dəvət edir. Yəni, bu təriqətlərdir hamısı. Bəzi təriqət alimləri deyir ki, deyirsən, bu təriqətlər nəyə lazımdır? Deyirlər ki, bu təriqətlər Naqşibəndi təriqətidir, Qadiriyyə təriqətidir, Məvləviyyə təriqətidir. Bunlar hamısı təriqətin adlarıdır. Deyirlər ki, və yaxud Ticaniyyədir. Bunlar deyəndə ki, bu təriqətlər nədir? Deyirlər ki, bu təriqətlər, bu yollar hamısı Allaha aparıb çıxardan yollardır. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xətt çəkir, düz xətt. Deyir ki, Allahın yolu budur, düz yol budur. Sonra o xəttin sağından və solundan yollar çəkir, təriqətlər çəkir və deyir ki, bunlar da o yollar və təriqətlərdir. Və hər yolun başında bir dənə şeytan oturub ora dəvət edir və sonra Allah Əzzə və Cəllənin bu ayəsini oxuyur ki, وَأَنَّ هَذَا الصِّرَاطِ مُسْتَقِيمًا həqiqətən bu mənim yolumdur, fəttəbi'uhu. Bu yola tabe olun. Bir yola tabe olun. Allahın yolu birdir. وَلَا تَتَّبِعُوا السُّبُلَ. Bu yollara, subul, yəni turuq, təriqətlərə, bu təriqətlərə tabe olmayın ki, sizi Allahın yolundan neynəməsin, azdırmasın. Eləcə də İrbad bin Səriyə radiyallahu anh'ın hədisində ki, İrbad bin Səriyə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bir gün gözəl mucizə oxudu ki, qəblər titrədi, gözlər doldu, dedi ki, ey Allahın elçisi, elə ki, bu vida edən şəxsin, vidalaşan şəxsin mucizəsidir. Bizə nəsihət elə, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Sizə təqvalı olmağı, eşidib itaat etməni, əmrlərinizə eşidib itaat etməyi əmr edirik, hətta həbəşi qul olsa belə və bidətlərdən çəkinməyi əmr edirəm. Əleykə bi sünnəti və iyyəkum və muhdəsətul umur. Deyir ki, mənim və mənim raşidi xəlifələrimin sünnəsindən yapışın, onlara azı dişlərinizlə tutunun. Və iyyəkum və muhdəsətul umur. Və bütün o yeniliklərdən, dində olan yeniliklərdən, bidətlərdən neyinin? Çəkinin. Fə innə kullə muhdəsətin bidə. Çünki hər yenilik, dində olan hər yenilik demədi ki, yəni yaxşı və yaxud pis. Demədi ki, həsənə və yaxud seyyə. Dedi ki, hər yenilik bidətdir və hər bidət də zəlalətdir və hər zəlalət də nədir? Qotdadır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm neçə yerdə hətta bidət baş verməmişdən Peyğəmbər sallallahu aleyhi və səlləm bidətdən çəkindirirdi hər xütbəsində. فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Peyğəmbər sallallahu aleyhi ve sellem xutbəsinə nə ilə başlayardı? Deyərdi ki, ən doğru söz Allahın kəlamıdır və ən doğru yol, ən düz yol və ən xeyirli yol Muhammed sallallahu aleyhi ve sellemin yoludur, o düz yoldur. Və şərrəl umuri muhdəsətuhə və ən şərli şeylər yeniliklərdir və hər yenilik bidətdir
və hər bidət zəlalətdir və hər zəlalət də oddadır. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm bu qədər bidətdən çəkindirib, qardaşlar. Amma heç vaxtı deməyib ki, yox, hər bidət yox. Orada bəzi bidətlər var ki, onlar nədir? Onlar bilsin ki, yaxşı bidətlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm heç bir yerdə belə bir şey deməyib və hamısında deyib ki, nədir? Bütün bidətlər zəlalətdir və bütün zəlalətlər də oddadır. Eləcə də sələf imamları, sələflərin imamları, alimləri bidətdən təhzir ediblər, bidətdən çəkindiriblər. Abdullah bin Məsud radiyallahu anhudan varid olub ki, Abdullah bin Məsud radiyallahu anhu məsciddə halaqa şəklində oturan cəmaat görür. Və qarşılarında da görür ki, xırda-xırda daşlar var və bir kişi də oturub ortada deyir ki, 100 dəfə la ilahə illallah deyin və onlar da deyirlər. 100 dəfə Subhanallah deyin və onlar da deyirlər. İbn Məsud radiyallahu anhu təşviş içində gəlir, deyir, siz nə inirsiniz? Nə inirsiniz, deyir. Deyir ki, kişi deyir ki, biz xeyirdən başqa heç nə istəmirik. Deyir ki, neçə xeyir istəyən var ki, xeyrə nail olmuyor. İbn Məsud, baxmayaraq ki, onların belə zahirdə əməlləri nə idi? Xeyirlərin sayırdılar da, xeyir iş gördülər. Deyirdi ki, 100 dəfə Subhanallah deyir, orada Subhanallah, Subhanallah, Subhanallah deyirdilər. 100 dəfə Elhamdülillah deyir, La ilahe illallah deyir, sahib deyirlər. Lakin İbn Məsud radiyallahu anh nə dedi? Dedi ki, nəfsim əlində olana and olsun ki, siz ya Muhammedin millətindən, Muhammedin milləti olan millətdən daha hidayətdəsiniz, ya da ki, zəlalət qapısı açmışsınız. Yəni, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin hidayətində, dinində, sünnəsində bu şey yoxdursa və siz bunu təzə gətirmişsinizsə, təbii ki, onlar təzə gətirmişdilər. Bu iki şeyə görədir. Ya sizin bu gətirdiyiniz şey Muhammed sallallahu aleyhi və səlləmin hidayətindən, dinindən daha xeyirlidir ki, onu edirsiniz. Xeyri Muhammed sallallahu aleyhi və səlləmin hidayətində tapmamışsınız. Ya da ki, bu nədir? Siz şər qapısı, zəlalət qapısı açmışsınız. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə bildiyi bütün xeyirləri öyrədib və ümmətinə bildiyi bütün şərlərdən qaçındırıb, çəkindirib. Necə ki, səhihdə varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, elə bir Peyğəmbər yoxdur ki, ümmətinə bildiyi bütün xeyirləri öyrətməsin və ümmətinə bildiyi bütün şərlərdən çəkindirməsin. Deməli, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bütün xeyirləri öyrədibsə və bütün şərlərdən çəkindiribsə, sizin bu etdiyiniz nədir? Şər qapısı açmışsınız, zəlalət qapısı açmışsınız. Elə də Ömər bin Abdüləzizdən varid olub ki, Ömər bin Abdüləziz deyərdi ki, sənə təqvalı olmağı tövsiyə edirəm. Allaha təqvalı olmağı tövsiyə edirəm və Allahın işində kifayətlənməyi, onunla tutunmağı tövsiyə edirəm. Sünnə ilə kifayətlənməyi tövsiyə edirəm və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmağı və bidət əhlini, yeni şeylər gətirənlərin o yeniliklərini, bidətlərini tərk etməyi tərk edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi əməl olunandan sonra bidət əhlinin ixtira etdiyi yeniliklər əhlinin çıxartdığı yenilikləri və bidətlərdən çəkinməyi tövsiyə edirəm. Yəni, kim bidətə baxarsa və görər ki, bidət ən çirkin əməllərdən və ən fasid əməllərdəndir və insanın dininə ən təhlükəli şey nədir? Bidətdir. Niyə görə? Çünki bidətdə batil mənalar özünü cəm eləyir. Bidətdə özünü batil mənalar cəm eləyir. Allah Əzzə və Cəllə, birincisi, Allah Əzzə və Cəllə bu dini kamil edib və niməti tamamlayıb. Kim bu dində bir bidət gətirərsə, artıq zənn edir ki, Allah Əzzə və Cəllə yəni bu dini kamil etməyib və bu din nəqisdir və bu bidətçinin bidətinə ehtiyacı var ki, hətta bu din nə olsun, bu din kamilləşsin. Yəni, bidətdə olan
batil mənalardan da biri nədir? Budur. Dili ilə deməsə belə, həmin insan əgər bidət eləyirsə və bidətini gözəl bidət görürsə, bu o deməkdir ki, Allah Taala'nın dini kamil deyil, naqisdir və bu bidətə ehtiyac var ki, neynəsin? Allahın dinini təkmilləşdirsin və kamilləşdirsin. İmam Malik rahimehullah buyurur ki, Mən ibtədəə fil-İsləmi bid'ətən yarahə həsənə fəqəd zə'amə ənə Muhammedən sallallahu aleyhi və səlləm xanər risalə. لأن الله يقول اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا. Bu da ikinci fəsaddır, ikinci təhlükədir, ikinci batil şeydir. Bidət eləyənin iddia etdiyi, bidətin gərəkdirdiyi etiqad ki, deyə bilər ki, yox, Allahın dini kamildir. Allah Teala dini kamil eləyib, təkmilləşdirib. Lakin Muhammed sallallahu aleyhi və səlləm o dini çatdırmayıb, xəyanət edib. Bidətdə olan bu batil mənalara görə bidət ən çirkin və ən təhlükəli əməldir. Ona görə İmam Malik deyir ki, kim İslamda bir bidət gətirərsə, fikir verin, kim İslamda bir bidət gətirərsə və onu həsənə görərsə, gözəl bidət görərsə, necə ki, bidət əhli deyir ki, gözəl bidət var, bir də pis bidət var. İmam Malik nə deyir? Kim İslamda gözəl bir bidət gətirərsə və onu gözəl görərsə, artıq o Muhammed sallallahu aleyhi və səlləmin risalətə, dinə xəyanət etdiyini iddia etmiş olur. Həmin insan, hər kim ki o bidəti eləyir və deyirsə ki, bu bidət gözəl bidətdir, həmin insan Muhammed sallallahu aleyhi və səlləmin dinə xəyanət etdiyini, təbliğə xəyanət etdiyini iddia etmiş olur. Çünki Allah Teala buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinə. Mən bugün sizə dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və sizdən din olaraq İslamdan razı qaldım. Ya birinci etiqad eləyir ki, Allah Teala dini tamamlamayıb, bu da küfürdür. Deməlidir ki, nədir? Allah Teala dini tamamlayıb, çünki Allah Teala deyir ki, Əl-yevmə əkməltu ləkum dinəkum. Mən bugün sizə olan dini tamamladım. Ya da ki, həmin insana deyirsən ki, sənin bu etdiyin bidət ki var, edirsən. Bu bidəti Peyğəmbər sallallahu aleyhi və səlləm bilirdi, yoxsa bilmirdi. Yəni, bu əməl ki, edirsən, cəmaatla zikr edirsən, mövlud keçirdirsən və yaxud sair başqa bütün bidətlər. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləm bilirdi, yoxsa bilmirdi. Desə ki, Peyğəmbər bilmirdi, deyir ki, maşallah, maşallah. Gör, bu nə qədər elmlidir ki, Peyğəmbərdən daha çox bilir şəriəti. Deyir ki, bu nədir? Peyğəmbər bilmirdi. Bu nədir? Bu küfürdür. Demək ki, Peyğəmbərə tənə eləməkdir ki, Peyğəmbər və onun əshabı, sahabələr, yəni bilməyiblər, amma sən nə deyirsən, bilirsən ki, bu yaxşı bidətdir, bunu eləmək olar, bununla Allaha neynirsən, Allaha yaxınlaşırsan. Ya da ki, deyəcək ki, yox, Peyğəmbər sallallahu aleyhi və səlləm bilirdi, bu bidəti bilirdi. Onda biz ona deyirik ki, bilirdisə çatdırıb, yoxsa çatdırmayıb. Çatdırıbsa dəlil gətir. Dəlilin nədir? Səhih sünnədən. Dəlil yoxdursa nədir? Deməli, sən iddia edirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bilirdi, amma çatdırmırdı. Deməli, belə çıxır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm risaləyə, təbliğdə xəyanət edib. Yəni, ona görə də bidət çirkindir. Çünki bidətdə iddia edən var ki, Allahın dini kamil deyil, bu bidət gətirdi, bu kamilləşdirdi və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bilirdi, amma bunu təbliğ eləmədi, risalətə xəyanət elədi və yaxud bidətçi öz bidəti ilə şəriəti düzəldir. Şəriətdə nəsə çatışmır,
şəriəti nə edir? Düzəlir, o çatışmayan yerləri tələfi edir. Elə bir ki, bidətçi şəriət bu yolu qoyub ki, Allaha gedən yol budur. Bu yolla gedib çatarsan. Əgər Allaha çatmaq istəyirsənsə, bu yol çatarsan. Namaz qıl, bunu elə, onu elə. Bu əməlləri şəriət qoyub. Və bidətçi də şəriəti düzəltmək istəyir. Təzə bir dənə əməl gətirir, deyir ki, yox, ay Allah, ey Peyğəmbər, bu yolda var. Bu yolda var imiş. Yəni, amma sən deməmsən, nazil eləməmsən, Peyğəmbər də çatdırmayıb, amma bu yolda var, bu yolla da getmək olar. Yəni, bu yolda haqqı çatdırır, amma Allah zikr eləmir. Bu da nədir? Bu da həmin o bidətin, o fasid, o batil mənalarındandır. Demək ki, bir şey gözəl bidətdir, bu bunu gərəkdirir ki, yəni ki, şəriət bütün Allaha aparan, bütün yolu şəriət bildirib bizə. Peyğəmbər sallallahu aleyhi ve sellem hər şeyi açıqlayıb və ən xeyirli yolda Muhammed sallallahu aleyhi ve sellemin yoludur. Və sən də gəlirsən, şəriəti düzəldirsən, düzəliş edirsən və tələfi edirsən, deyirsən ki, yox. Yəni, bu birisi də var ki, bununla da sən nə edə bilərsən, bununla da gedib çata bilərsən. Bu da nədir? Bu da həqiqətən batildir. Ona görə də bidət çox münkər və çirkin bir əməldir. İbn Məsud radiyallahu anh ona görə də o halaqada oturanlara, o halaqa şəklində misciddə yığılıb Allahı təsbih eləyənlərə deyir ki, وَالَّذِي نَفْسِ بِيَدِهِ Nəfsim əlində olana and olsun ki, innəkum alə millətin hiyə əhdə min milləti Muhammedin sallallahu aleyhi ve sellem. Siz ya elə yoldasınız ki, həmin yol Muhammed sallallahu aleyhi ve sellemin yolundan daha xeyirlidir, daha hidayətlidir, ya da ki, şər qapısını açsın. Yəni, bidət gətirən yeni bir yol gətirmiş olur. Və şəriətə elə bir ki, tələfi etmiş, düzəltmiş olur. Hansı ki, o yol Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu deyil. Yəni, bu insan bidətdə eləməsindən məqsəd nədir? Bidəti eləməsindən məqsəd odur ki, yəni həmin bidət onu aparsın, çatdırsın da Allaha. Yəni, Allaha ibadət eləməkdən ötürü olur da. Yəni, bundan da belə çıxır ki, yəni deməli, Peyğəmbərin yolu xeyirli deyil, Peyğəmbərin sünnəsi xeyir deyil, Allahın sənə nazil etdiyi şey, hidayət, xeyir deyil, sən gedib başqa yolu axtarırsan ki, həmin yol Muhammed sallallahu aleyhi ve sellemin yolundan daha xeyirli olduğuna görə o bidəti eləyirsən və onunla Allaha yaxınlaşırsan. Belə çıxır da. Yoxsa Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu ola-ola, sünnəsi ola-ola, səni nə vadar edir ki, gedirsən, özündən nəsə ixtira edirsən və yaxud nədir? İxtira olunmuş şeylərdən yapışırsan. Ona görə də, yəni, bu da batil olduğuna görə, təbii ki, ona görə İbn Məsud deyir, ya siz elə yol tutmuşsunuz ki, ya elə etiqaddasınız ki, sizin yolunuz Peyğəmbər sallallahu aleyhi ve sellemin yolundan daha xeyirlidir və biz də bilirik ki, ən xeyirli yol Muhammed sallallahu aleyhi ve sellem yoludur. Ya da ki, siz şər, zəlalət qapısını açmışsınız ki, həqiqətdə də bidət qapısını açmaq, bidət etmək, zəlalət qapısını açmaqdır, hidayət qapısı deyil. Eləcə də Ömər bin Abdüləziz rahiməhullah buyurur ki, fəaleykum bilizumus sünnə. Deyir ki, sünnəyə mülazim ol, sünnədən möhkəm yapış. Fə innə sünnətə innəmə sənnəhəm mən qad arafə mə fi xiləfi minəl xətə və zərər vəl həmd. Çünki deyir, o sünnəni sünnə edən şəxs, o sünnəni qoyan Allah və Rasulü, onlar biliblər ki, o sünnənin əksində olan xata və zəlalət və axmaqlıqdır. Sünnənin əksində olan nədir? Zəlalət, sünnənin əksi olan şey, sünniyə müxalif olan şey nədir? Xata, zəlalət və bir də axmaqlıqdır. Sünnədən başqa nə varsa hamısı zəlalət, xata və axmaqlıq olduğuna görə bu sünnə qoyulub və ondan qeyrisinə tabi olmaqla şəriət bizi çəkindirib. Görün, necə də gözəl bir əsərdir Ömər bin Abdüləziz rahiməhullahdan. Bu üçüncü batil məna idi ki, yəni bidət edənin, yəni bidətin batil olması, bidət edənin bidətinin bunu gərəkdirməyi, bu etiqadı gərəkdirməyi ki,
Yəni bu batil ləvazimləri gərəkdirir ki, yəni ki, bidətdən çəkinəsən, bidətə etməyəsən. Və dördüncü məna, biz bilirik ki, təşri Allah Əzzə və tək Allahın haqqıdır. Nəyisə şəriət etmək, nəyisə qanuna etmək, nəyisə dindən olduğunu, şəriət olduğunu, bu yolu qoymaq ki, həmin yola ki, Allaha çatmalısan. Çünki Allahın yolu üzərində ibadət etməlisən. Və la ilahə illallah Muhammedun Rasulullah. La ilahə illallah nədir, qardaşlar? La ilahə illallah, la mə'budə bi haqqin illallah. Allahdan başqa haqq məbud yoxdur. Sən deyirsən ki, əşhədü ən la ilahə illallah. Yəni, şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Yaxşı. Sən elə bil ki, Allahla əhd bağlayırsan. Deyirsən ki, ya Rəbbim, mən yalnız sənə ibadət eləyəcəm və sənə heç bir şeyi şərik qoşmayacam. Yaxşı. Və Allaha necə ibadət eləyirsən? Nətər? Özün istədiyin kimi ibadət eləməlisən. Kefin istədiyin kimi ibadət eləməlisən. Dədə-babadan gördüyün kimi ibadət eləməlisən. Şeyxlərin dediyi kimi ibadət eləməlisən. Adət-ənənə ilə ibadət eləməlisən. Necə ibadət eləməlisən? Hətta bəzi cahillər də Azərbaycanda belə bir məsələ var. Deyir ki, ax qoyun, qara qoyun, mən başımı haraqlarım. Deyir, nətər istəyirsən elə, axırı odur ki, sən namaz qıl. Nətər qılırsansa qıl, namaz qıl. Yox, elə şey yoxdur. Nətər istəyirsən, istə namaz qıl, yoxdur. Yəni, Allahın istədiyi kimi ibadət eləməlisən. Onun qoyduğu yolda ibadət eləməlisən. Onun qoyduğu şəriəti ilə yaxınlaşmalısan. Ona görə də şəhadətin ikinci qismi var. Şəhadət bir qismindən ibarət deyil. Şəhadət iki qismindən ibarətdir. La ilə, əşhədə ən la ilahə illallah və biri o birsiz qəbul deyil. Biri o birsiz qəbul deyil. Çünki tək Allaha ibadət eləyənlər var. Hal-hazırda, hansı ki, bir tək Allaha inanırlar, Allaha ibadət, onlar müsəlman deyil. Niyə? Çünki Allah Taala bizə əmr edib ki, ikinci qismindən şəhadətini gətirək. Və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu. Və şəhadət verirəm ki, Məhəmməd Allahın qulu və elçisidir. Nə deməkdir Məhəmməd Allahın elçisidir? Yəni, Allaha özünün istədiyin kimi yox, onun istədiyi kimi ibadət eləmək. Allahın istədiyi şeydə nədir? Muhammed sallallahu aleyhi və səlləmin dinində, Muhammed sallallahu aleyhi və səlləmin şəriətində, Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi ilə Allaha ibadət eləməlisən. Dədə-baba ilə yox, öz istədiyi ilə yox. Ona görə də Allah Taala deyir ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ. Kim İslamdan başqa bir dinlə gələrsə, kim Muhammed sallallahu aleyhi və səlləmin dinindən başqa bir dinlə gələrsə, fələn yuqbələ minhu. Ondan qəbul olunmayacaq. İnnəd dinə indəllahil İslam. Həqiqətən din Allah qatında yalnız İslamdır. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin ibadət etdiyi kimi ibadət etmirsənsə, səndən qəbul olunmayacaq. Yəni, necə ki, Allah Taala bizə ibadət etməyi əmr eləyib və eləcə də biz Allaha onun istədiyi kimi ibadət etməliyik. Bu ibadətləri qoymaq kimin haqqıdır? Allahın haqqıdır. Bu təşri Allahın haqqıdır. Və bidətçi də öz nəfsini, o bidət etməklə öz nəfsini müşərri yerinə, mənziləsinə qaldırır. Allahın mənziləsinə qaldırır ki, mən nəsə qoya bilərəm şəriətdə. Çünki bu şəriəti qoymaq, ibadətləri vacib eləmək, haram eləmək kimdir? Allahın haqqıdır. Əgər sən nəyisə çıxardırsansa və etiqad edirsənsə, bu səni Allaha yaxınlaşdırır, bu dindəndir, sən artıq o yerini, özünü Allahın yerinə qoymuş olursan ki, sən də şəriətdə nəyisə qanun edə bilərsən. Və eləcə də həmin insan bidət gətirməsi ilə Allah Azze və Cəllənin şəriətdə icazə vermədiyi bir şeyi çıxardır. Nə də Rasulullah sallallahu aleyhi və səlləmin. Və beləcə də bu əməli ilə müşriklərin əməlinə bənzəyir, müşriklərə bənzəyir. Necə ki, Allah Taala buyurur ki, Əm ləhum şurakâ'u şəra'u ləhum minəd-dini mə ləm yə'zən bihilləh və ləvlə kəlmətul fasl ləqudiyə beynəhum və innəz-zaliminə ləhum əzəbun əlim. Şura surəsinin 21-ci ayəsi. Allah Taala buyurur ki, yoxsa Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən, izin verən şərikləri vardır. Əgər qəti söz olmasaydı, aralarında
hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalimləri şiddətli əzab gözləyir. Şəriət qoymaq və dindən etmək nəysə Allahın haqqıdır. Bidət eləməklə sən artıq özünü Allahın yerinə qoymuş olursan bu məsələdə. Yəni, bildik ki, Allah subhanahu wa ta'ala azze və cəllə və Peyğəmbər sallallahu aleyhi və səlləm və sələflər bidətdən, dində olan bidətlərdən çəkindiriblər və bu barədə sələflərin zikr elədiyi əsərlər, sələflərdən var olan əsərlər çoxdur, lakin məqam qısa olduğuna görə, vaxt az olduğuna görə, çox uzanmasın deyə biz sadəcə olaraq nümunələri zikr etdik.